Salam, hər vaxtınız xeyir olsun. Deməli, bu gün 2025-ci ildə keçirilən informatika fənnindən RFM, yəni Respublika Fənn Müsabiqəsinin informatika fənnindən olan suallarına baxacağıq. Vaxt itirmədən ilk sualla başlayaq. Deməli, birinci sualda deyilir ki, Abbas dünən mağazadan 1011, yəni ikilik say sistemində sayda yumurta və 1101 ikilik say sistemində olan başqa bir yumurta alıb. Dünən o qədər, bu gün bu qədər. Və deyir toplamda nə qədər yumurtalar. Yəni burada deyir ki, ikilik say sistemində olan bu ədədləri cəmləmək lazımdır. Yazaq. Deməli 1 0 1 1 ikilik say sistemində təbii ki, üstə gəlinsin 1 1 0 1. Deməli, məlum məsələdir ki, 1-in üstünə 1 gələndə 2 eləyir. İkilik say sistemində 2 olmadığına görə 0 yazırıq bir yadda. 1-in üstünə 0 gələndə 1 eləyir. 1 də yadda olur 2. Yəni ikilik say sistemində 2 olmadığına görə yenə 0 yazırıq. Burada 1 yadda yenə qalır. 0-ın üstünə 1 gələndə 1 və buradakı 1 yadda yenə 2. Yenə 0 yazırıq bir yadda. 1 yadda orada qalır yenə. 1-in üstünə 1 gəlirəm 2. 1 də yadda 3. 3 isə ikilik say sistemində 1-1 şəklində göstərildiyinə görə doğru cavab D variantı olmuş olur. Yəni 2 ədəd 1 və 3 ədəd 0 şəklində ifadə olunur həmincə. İkinci sualda isə belə bir sualdır. Həsən kompüterində bir proqram işə saldı və gördü ki, proqramın işləməsi üçün 2048 MB RAM lazımdır. Amma onun kompüterində cəmi 4096 MB RAM var. Əgər Həsən eyni anda 3 belə proqram açarsa, RAM kifayət edəcəkmi? Təbii ki, 2048 MB RAM lazımdır, amma onun kompüterində 4096 MB RAM varsa, 3 belə proqrama bu kifayət etməyəcəkdir. Yəni 2 proqrama kifayət edir. Çünki 2048 2-yə vuranda 4096 edir. Və burada B variantı, yəni bəli, yalnız 2 proqram üçün kifayət edər cavabı doğru olacaqdır. Üçüncü suala baxaq. Deyir ki, Samirə naməlum bir elektron poçt gəldi. Mesajda yazılıb ki, siz loteriyada 10.000 manat qazandınız. Mükafatı almaq üçün bu linkə daxil olun və şəxsi məlumatlarınızı yazın. Burada deyir, hansı variant düzgün olmalıdır? Deməli, bəli, çünki bu böyük bir şansdır. Təbii ki, xeyr. Yəni, naməlum bir elektron poçt hissəsinə diqqət çəkmək istəyirəm. Naməlum olan bir şeydə böyük bir şans ola bilməz. Yəni, heç kimə duran yerdə yəni 10.000 manat loteriyadan pul təklif etmir. B variantında əvvəlcə linki açmalı, daha sonra dostlarından soruşmalıdır. Təbii ki, xeyr. Çünki linki açdıqda bizim kompüterimizə yaxud telefonumuza virus bulaşa bilər və yaxud da ki, həmin linkdə kart nömrəsini istəyə bilər və kartımızdan pul oğurlana bilər. C variantında banka gedib bu pulu götürülməlidir. Yəni, naməlum bir elektron poçt olduğuna görə orada bank nömrəsi yəqin ki, olmayacaqdır və D variantı doğrudur. Çünki deyir, xeyr, çünki bu fırıldaqçılıq ola bilər. Yəni, ən məntiqli cavab budur. Dördüncü sual. İnformasiya anlayışı tam olaraq nəyi bildirir? Məlum məsələdir ki, informasiya bizim ətrafdan aldığımız verilənlərdir və burada A, C və D variantları çox qısa və yəni natamam bir cavablardır. Ancaq B variantına baxsaq, görərik ki, məlumatın işlənmiş və başa düşülən forması daha dolğun bir cavabdır. Üçüncü suala baxaq. Google axtarış sistemi hansı məqsədlə istifadə olunur? Google axtarış sistemi təbii ki, musiqi dinləmək, foto çəkmək, yemək hazırlamaq üçün istifadə olunmur. Məlumat tapmaq üçün istifadə olunur. Yəni, çünki musiqi dinləmək üçün biz Google-dan istifadə etmirik və yaxud da yemək hazırlamaq üçün. Digər, deməli, 6-cı suala baxaq. Aşağıdakı algoritmin icrasından sonra Y-in deyir, qiyməti nə olacaq? Baxın, Y-i deyir. Çaşıb biz burada ən sonda X-i tapmamalıyıq. Y 5-dir. X deməli olacaqdır ki, 3 + 5, yəni 8. Burada Y olacaq. Deməli, X-in son qiyməti 8-dir. Y-in ən son qiyməti də burada 5-dir. 11. Və X-dən də ən sonda tapanda 11 minus ən sondakı X 8 idi. Bərabərdir 3. Və burada bizdən Y-i soruşduğuna görə 11 cavabını götürməliyik. Bir dəqiqə, mən hardasa səhv elədim. 8 plus, burada 8-in üstünə 5 yazıb 11 yazmışam, 13 olmalıdır. 13, burada da 13-dən 8 çıxanda 5. Deməli, Y 13 olacaq, X 5 olacaq. Ancaq biz fikir versək görərik ki, burada A variantında 5 cavabı da var. Ancaq bizdən Y istədiyinə görə cavabı 13, D variantı götürəcəyik. 7-ci sual.
Aşağıdakılardan hansı olmazsa kompüter işləyə bilməz? Aşağıdakılardan təbii ki, əməliyyat sistemi olmazsa kompüter işləyə bilməz. Çünki klaviatura olmadan, məsələn, biz klaviaturanı kompüterdən söksək, stolüstü kompüterdən söhbət gedir. Sıçanla biz kompüteri idarə eləyə bilərik. Düzdür, ora nəsə yaza bilməyəsik, ancaq ki, yenə də işləyəsidir. Sıçan olmasa da təkbət hissəsindən biz onu idarə eləyə bilərik. Monitor olmasa, düzdür, biz görüntünü görə bilmərik, ancaq ki, kompüter orada, yəni arxa planda beyni işləyəcəkdir. Ancaq əməliyyat sistemi olmadan, yəni əməliyyat sistemi bu digər 3 variantdan daha önəmlidir işləmək üçün. 8-ci suala baxaq. 8-ci sualda deyir ki, aşağıda göstərilən şəkildə ayrılmış hissələrin hər biri 1 metr uzunluğundadır. Və dovşan deyir, sağa doğru hərəkət etməlidir yalnız və onun hərəkəti kilsə sistemli təsvir olunur. 0 deyəndə dovşan hərəkət etmir, 1 dedikdə dovşan 1 metr hərəkət edir. Burada baxırıq ki, dovşanın Markova çatmaq üçün 1, 2, 3, 4. 4 metr, yəni 4 addım bizə lazımdır. 4 addım atmalıdır. Variantlara baxdıqda isə, yəni 4 addım 4 metr isə 4 dənə 1 deməkdir. Deməli variantda mən 4 dənə 1 olan cavab axtarmalıyam və baxıram ki, 4 dənə 1 olan cavab elə A variantındadır. Ancaq C variantında 3 dənə 1 var, B-də də 3 dənə 1 var, D-də də 2 dənə 1 var. Ancaq dovşan yer kökünə çatmaq üçün 4 addım atmalı olduğuna görə A variantı doğru olur. Çünki A variantında 4 ədəd 1 vardır. 9-cu suala baxaq. Kompüterin giriş qurğularından biri olan skanerin funksiyası nədir? Bilirik ki, skaner kağız formasında olan məlumatı kompüterə ötürür, yəni rəqəmsal formaya çevirir. Burada B variantı doğru olacaqdır. Mətn və şəkilləri rəqəmsal formaya çevirir. A variantı şəkilləri çapa vermək bilirik ki, printerin işidir. Printer qısa yazdım. Səsləri yazmaq mikrofonun işidir və yaxud da səs yazıcı ola bilər. Video ekranda açmaq isə, yəni bu skanerin əlaqəsi yoxdur, o video açan proqramların işidir. 10-cu suala baxaq. Aşağıdakılardan hansı informasiya daşıyıcısıdır? İnformasiya daşıyıcısı dedikdə təbii ki, sərt disk. Yəni bu 6-cı sinif sualları olduğuna görə bəziləri çox sadədir. Sərt disk bilirik ki, yaddaş da gedir, yəni hard disk və informasiya burada daşına bilər. Ancaq printer kağızı çap etmək üçündür. Burada informasiyanı heç daşına bilər. Səs ucaldan səsi çıxış qurğusu, yəni səsi bizə daha uca şəkildə təqdim edir. Sıçan da həmçinin, yəni giriş qurğusudur. Yəni burada informasiya daşımır. Sıçan heç bir informasiya daşımır. 11-ci suala baxaq. Deməli, 11-ci sual. Bir kitabxanada oxucular arasında aparılan sorğu nəticəsində məlum olub ki, 400 nəfər bədii ədəbiyyat oxuyur, 600 nəfər elmi ədəbiyyat oxuyur, 300 nəfər həm bədii, həm elmi ədəbiyyat oxuyur. Bu tipli suallarda ümumiyyətlə riyazi bir qaydadır ki, ortaq olanı elementi digərlərinin cəmindən çıxmaq lazımdır. Ancaq ki, biz bunu gəlin Venn diaqramı ilə baxaq. Deməli, biraz böyük çəkim. Deməli, bədii ədəbiyyat, elmi ədəbiyyat. Bədii B hərfi ilə, elmi E hərfi ilə göstərdim. İlk öncə hər ikisi nə qədər oxuyur? 300. Düzdür, 300-ü ortaya yazıram. 400 nəfər bədii ədəbiyyat oxuyan olduğuna görə, baxın bu hissə 400 olduğuna görə və 300-ü də burada olduğuna görə, deməli ki, bu hissiyə, baxın bu hissiyə qalacaqdır nə qədər? 100 nəfər. Çünki 100 ilə 300-ü toplayanda elə buradakı 400 alınır. Burada da həmçinin bunun 300-ü burada var. Elmi ədəbiyyat oxuyan. Ümumi 600 nəfərdirsə, deməli burada 300 qalır. Axı 300, 300, 600 eləyir. Və burada ümumi bədii plus elmi ədəbiyyat oxuyanlar, yəni bu kitabxananın oxucuları toplam neçə nəfərdir? Deməli bu toplamı tapmaq üçün burada gördüyümüz rəqəmlərin üçünü də toplayırıq. 100, 300, 300. Və bunları da toplayanda 700 cavabı alınmış olur. Sonra 12-ci sualdır. Aşağıdakı Abloqo kodunun icrasından sonra bağa qrafika bölümündə neçə ədəd kvadrat fiquru çəkiləcəkdir? Məlum məsələdir ki, burada 3 dəfə təkrarlanır, 5 dəfə təkrarlanır və 3 vurulsun 5, 15 dənə kvadrat şəkləsidir. Buradakı 4 dəfə təkrarla isə kvadratın tərəflərini əmələ gətirmək üçün yazılan bir şeydir. Yəni onun saya bir aidiyyatı yoxdur. 13-cü suala baxaq. Bu sualı əslində qısa şəkildə izah etmişdim. Ətraflı şəkildə daha doğrusu. Abloqo kodunun icrasından sonra bağa qrafika bölümündə hansı ədədlər ardıcıllığı alınar? Bu sualda cavab C variantı idi. Bunun izahını YouTube hesabında baxa bilərsiniz. Yəni bunu paylaşmışdım, həmçinin Instagram hesabında da paylaşmışdım. İnşallah ki, oradan baxarsınız. 14-cü suala baxaq.
Aşağıdakı upload kodunun icrasından sonra qrafik bölümündə hansı fiqur alınacaq? Deməli, məlum məsələdir ki, upload-da belə bir qayda var. Burada bucaq 135 dərəcədir və 8 tərəfli bir fiqurdan söhbət gedir. Biz bilirik ki, biz tam fiqur almaq üçün təkrarlayla bucağı vuranda 360 almalıyıq. Ancaq 8-i 135-ə vuranda 360 alınmır. Deməli ki, burada tam bir fiqurdan söhbət getmir və B və D variantları avtomatik səhv olmuş olur. Qalırıq A və C arasında. Burada isə doğru cavab A olacaqdır. Bunu yəni kompüterdə yığsaq da görərik. Düzdür, orada kompüter bizə hardan olasıdır, kompüteri bilmirik. Bunun üçün də biz Python proqramında Python yox. Upload proqramında çox işləməliyik ki, bilək. Və bu şəkildə 8 ruşəli bir ulduzu çəkmək üçün orada dönmə bucağı 135-dir. Belə bir qayda var idi. Yəni 135-i də gördüyümüzə görə burada A variantını seçə bilərik. 15-ci suala baxaq. Biraz böyük bir sualdır. Səbirlə oxuyaq. Yaz aylarıdır. Hava çox istidir və get-gedə daha da isinir. Sara 12 yaşında yaxınlıqdakı dəniz sahilinə gedib sərinləmək istəyir və yanında kiçik qardaşı Alini də aparmaq istəyir. Dəniz sahilinə çatdıqda lövhədə belə bir yazılar oxuyan qaydanı oxuyur. Lövhədə dənizə girmək üçün ya insanın ən az 8 yaşında olması, ya da çimərkən yanında ən az 10 yaşından birinin olması vacib olduğu qeyd olunub. Baxın, burada əsas məsələ yanında sözüdür. Bu vəziyyətdə dənizə kim girə bilər? Baxın, Sara'nın 12 yaşı var, Ali'nin 6 yaşı var. Burada deyir ki, 8 yaşında olmalı. Deməli, Ali bura tək girə bilməz. Çünki 8 yaşdan aşağı da yaşır. Ancaq yanında 10 yaşından yuxarı, yəni 12 yaşında olan Sara olduğuna görə A variantı doğru olacaqdır. Sara və Ali dənizə birlikdə girə bilər. Baxın, ayrı-ayrı yox. Məsələn, C variantı da deyir ki, Ali girə bilər. Təbii ki, yox, Ali'nin yaşı 8-dən azdır. Sara girə bilər, lakin Ali ilə birlikdə girməsinə icazə verilməz. Xeyr, çünki Ali'nin axı deyir ki, yanında 10 yaşından yuxarı biri olsa girə bilər Ali də. Deməli, bu da səhvdir. C-də də ümumiyyətlə heç biri niyə girməsin ki? Axı 10 yaşından yuxarıları girmək olur. Belə. Çünki həm də Sara niyə girə bilir? Çünki Sara'nın da yaşı 8-dən çoxdur axı ona görə. Buradan da bitdik. 16-cı suala baxaq. Deməli, 16-cı sual biraz belə rəhli bir sualdır. Hansı ki, bu sual Bebras müsabiqəsindəki suallara oxşuyur biraz. Deməli, qovçu qunduz başlama yerindən 4 ədəd dairəvi dəliklərə irəliləmək istəyir. 4 ədəd deyəndə buradakı 1, 2, 3, 4-cü dəliklərdən söhbət gedir. Və qunduz deyir, aşağıdakı qaydalara riayət etməlidir. Qunduz yalnız ağ xətlər boyunca irəliləyə bilər. Yəni sarı rəngdən və yaşıl rəngdən, bir də mavi rəngdən basa bilməz. Bir də 1, 2, 3, 4-ün hamısına sırayla keçməlidir, sırayla, əsas məsələ. Baxıram ki, və burada deyir ki, hər bir kvadrat xananın yan tərəfinin 100 addım olduğunu nəzərə alsaq, qunduz toplam ən azı neçə addım hədəfinə çatmış olar? Baxaq, deməli qunduz, mən düşünürəm ki, belə gəlsə daha yaxşı olar. Buradan gəlsə, məsələn, sudan basmış olacaq deyə, o da qaydalarda pozulmuş olur. Bu şəkildə gəlsə, baxın, 2-dən də keçmək üçün belə deyirəm, hə. 4-ə çatdıq. İndi burada, məsələn, sayaq görək neçədən xət çəkdim mən. Çünki hər xət 100-dür deyə, axırda aldığım cavabı 100-ə vuracam. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. 12 dənə 4-ə çatmaq üçün 12 xət. 12-ni də 100-ə vuranda məlum məsələdir ki, 1200 cavabı, yəni A variantı alınmış olacaqdır. Ümid edirəm ki, aydındır. Yəni, bundan daha qısa bir yol yoxdur. Qısa bir yol varsa belə 1, 2, 3, 4 rəqəmlərinin hamısından keçmir. Orası da var. Sonra baxaq. Sara, 17-ci suala baxırıq. Sara kəpənəkləri çox sevir və bir gün gəzərkən çoxlu sayda kəpənəklər görür. Sara onların şəklini fotoaparatla çəkmək qərarına gəlir və bir neçə şəkil çəkməyə başlayır. Onun çəkdiyi hər şəkildən sonra kəpənəklərin sayı 2 dəfə azalır. Sara'nın ilk çəkdiyi fotoda 128, son çəkdiyi fotoda isə 8 dənə kəpənək olarsa, Sara fotoaparatı ilə neçə ədəd şəkil çəkmişdir? Baxın, belə bir şey yazaq burada. Deməli, Sara ilk dəfə, yəni birinci dəfə şəkli çəkəndə şəkildə 128 kəpənək var idi. İkinci dəfə çəkəndə azaldı, 64 oldu. Üçüncü dəfə çəkəndə 32 oldu. Dördüncü dəfə çəkəndə 16 oldu. Beşinci dəfə çəkdikdə isə 8 oldu. Və burada deyir ki, fotoda ən sonda 8 kəpənək olarsa, yəni 8-ə qədər gəldikdə, Sara fotoaparatla neçə şəkil çəkmişdir? Deməli, 5 şəkil çək. Birincidə 128 kəpənək olubdu, ikincidə 64, üçüncüdə 32, dördüncüdə 16 və nəhayət 5-cidə də 8. Və burada B variantı, yəni 5 dəfə fotoaparatla şəkil çəkdikdən sonra 8 kəpənək olmuş olur. 18-ci suala baxaq.
Yaddaş tutumu 1 meqabayt olan fayl xüsusi proqramla sıxışdırıldı və nəticədə yaddaşı 8 dəfə azaldıldı. Fayl neçə bayt oldu? Biz bilirik ki, 1 meqabayt 200 meqabayt, bir dəqiqə. Meqabayt 2 üstü 20 baytdır. 2 üstü 20 baytı 8 dəfə azaltmaq onu 8-ə bölmək deməkdir. 2 üstü 20-ni 8-ə böldükdə isə 2 üstü 20 bölünsün 2 üstü 3. O da bərabərdir. Bilirik ki, üstləri böləndə üstlər çıxılır. Yəni 2 üstü 20 minus 3. O da bərabərdir 2 üstü 17 bayt. Və bu da C variantında doğru olmuş olur. Bu adi riyazi hesablamadır. Sadəcə 1 meqabaytın 2 üstü 20 bayt olduğunu bildikdən sonra bunu hesablaya bilərik. 19-cu suala baxaq. 19-cu sualda deyir ki, verilmiş bitlər ardıcıllığı ilə kodlaşdırılan informasiya bir yaddaşda neçə bayt yer tutur? Biz bilirik ki, 1 bayt 8 bitdir. Ona görə də bunları 8-8 ayırmalıyıq. Burada verilən 0-1-lər. Görək neçə dənə 0-1 var. Burada yəqin ki 24 bayt və 224 bayt cavabları yanlış olacaq. Çünki o qədər 8 0-1 olmaz. Bunu sayıb ayırım, çox vaxt getməsin. Aha, mən bunları ayırdım. Baxın, burada deməli bu 1 baytdır, 8 dənə var. Bir dəqiqə. Çox qarışıq göründü. Deməli, bura 1 baytdır, 8 simvol var. Burada 1 baytdır, burada 1 baytdır. Və deməli burada nə qədər 3 bayt? 1 toplanır, 3 bayt yer tutmuş olur. 20-ci sual. Alqoritmin müəyyən bir problemi həll etməklə yanaşı həmin tip digər problemlərə də tətbiq oluna bilməsi alqoritmin hansı xassəsini bildirir? Bu xassə kütləvilik xassəsidir. Kütləvilik yəni ki, biz bir alqoritmi digər həmin tipli problemlərə də tətbiq edə bilməliyik. Yəni alqoritm kütləvi olmalıdır. Yəni özünə bənzəyən həmin tip digər problemlərdə də eyni alqoritmi tətbiq edə bilməliyik. Kütləvi sözün mənası da odur həmçinin ki, yəni kütləvi ümumi bir şeyə aid olan digər ona bənzərlərə də aid olmalıdır. Belə. Yəni bu bir qaydadır. Əzbərdə ola bilər, əzbərləsəz də yəni yadda qala bilər. 21-ci suala keçirik. Ravilin yazdığı proqramda daxil edilən natural n ədədinin xüsusiyyətinə uyğun olaraq aşağıdakı cədvəldə çıxışlar verilir. Deməli, bu proqram son oxuyuram. Girişdə n ədədi 30 daxil edilərsə. Baxaq. Deməli, n ədədi cütdür. 30 cüt ədəddir. Bəli, bu doğrudur. Deməli, A çıxışı veriləcəkdir. N ədədi 3-ə tam bölünür. Bəli, 30 3-ə tam bölünür. Cavab da 10 alınır. Bu da doğrudur. Deməli, B də çıxışa veriləcəkdir. N ədədi 2 rəqəmlidir. Bəli, 3 və 0 2 rəqəmi var. Bu da doğrudur. C də çıxışa veriləcəkdir. N ədədi 50-dən böyükdür. N ədədi xeyr, 50-dən böyük deyildir. 30 50-dən kiçik olduğuna görə D çıxışa verilməyəcəkdir. Yəni A, B, C çıxışa veriləcəkdir və C variantı doğru hesab olunur. Doğrudur. 22-ci suala baxaq. Doğru ifadəni seçin. Monitor giriş qurğusudur. Xeyr, monitor çıxış qurğusudur. Oradan bizə görüntülər çıxır. B variantı mikrofon giriş qurğusudur. Doğru olan budur. Bəli, mikrofon səs daxil olur. Klaviatura çıxış qurğusudur. Xeyr, klaviatura ilə biz nə çıxır ki klaviaturadan? Klaviatura giriş qurğusudur. Biz həmin klaviatura vasitəsilə kompüterə mətnləri, yazıları daxil edirik, simvolları. Sıçan çıxış qurğusudur. Xeyr, sıçan da giriş qurğusudur. Biz orada əmrləri, sıçanın hər hansı bir yeri klikləyərək əmrləri ora daxil edirik. Ona görə də burada B variantı doğru variantdır. 23-cü sual. 8 bit vasitəsilə necə fərqli informasiya kodlaşdırıla bilər? Bu sual əslində 6-cı sinif üçün biraz çətin ola bilər. Ancaq 8 bit vasitəsilə 2 üstü 8 sayda, yəni bu da düsturdur sadəcə, fərqli informasiya kodlaşdırıla bilər. Yəni C variantı. Məsələn, 9 bit olsaydı 2 üstü 9 olardı və s. 24-cü sual baxaq. 24-cü sual əslində riyaziyyat kitablarında da çox rastlanan bir sualdır. Yəni ümumi məntiq sualı gedir bu. Deməli, ailədə 3 uşaq var və onların əlində aşağıdakı cədvələ uyğun konfetlər var. Alinin 11, Saranın 21, Alinanın 13 konfeti var. Uşaqların hər birində konfetlərin sayına bərabər olması üçün uşaqların öz aralarında minimum neçə konfet mübadiləsi etməlidirlər. Baxın, bunun düsturu belədir ki, qaydası. Bu ədədlərin ədəd ortasını tapırıq. Yəni 11 plus 21 plus 13-ün ədəd orta nə deməkdir? Saya bölmək. Ədəd ortası olacaqdır. Bunları toplayanda 45 olur. 45 3-ə böldükdə 15 olur. 15. Deməli ki, Ali, Sara, Alinanın hər birində 15 konfet olsa, bunlarda bərabər konfet olacaq. Bunlarda 15 konfet olmaq üçün Saradan biz 6 konfeti almalıyıq.
Saradan 6 konfet alıb 6 dənədən, deməli 4-ünü Aliyə verirəm, ikisini də Alinaya verirəm. Və hər birində 15 konfet olur. Və burada deyir ki, ən az deyir neçə konfet mübadiləsi getməlidir? Ən az burada olacaq onda 5 konfet. Yox, 5 yox. 6 konfet. Çünki Saradan 6 dənə alıb bölürük 4 birinə, 2 birinə. Ona görə də yəni 6 dənə konfet arada gəzmiş olur, belə deyim. Loru dildə mübadilə olunur yəni. Və nəhayət sonuncu 25-ci suala baxaq. 25-ci sualda deyilir ki, verilən n natural ədədi üzərində aşağıdakı əməliyyatlar icra olunur. Ədəd cüt olarsa 2-yə bölünür, ədəd tək olarsa 3-ə vurulur və 1 əlavə olunur. N deyir 5-dir. Və deyir n ədədi 1-ə bərabər, neçə əməliyyatdan sonra n ədədi 1-ə bərabər olacaq. Addımları bir-bir yazaq. Birinci addımda n tək olduğuna görə ikinci əməliyyat icra olunur. Yəni 5 vur 3 plus 1 alınacaq 16. İkinci addımda baxıram ki 16 cütdür. 16 cütdürsə birinci əməliyyat, yəni bu əməliyyat icra olunacaq və 2-yə bölünəcək və alınacaq 8. 8 də cütdür. Yenə eyni. 8 də 2-yə bölünəcək. Çünki cüt olduqda deyir ədəd 2-yə bölünür. 4. Dördüncüdə də 4 böl 2 2. Beşincidə isə 2 böl 2 bərabərdir 1. Yəni cüt olduqlarına görə artıq bu hissədən sonra hamısı 2-yə bölünür. Çünki ədədlərin hamısı nəticədə 8, 4, 2 cüt alınır. Və 1 cavabını aldıq. Deyir ki, n ədədi 1-ə bərabər olması üçün neçə əməliyyat lazımdır? Baxıram ki, 5 əməliyyat. Yəni C variantı. Burada doğru olmuş olur. Suallarımız bu qədər idi. Əlavə nə isə bir sual olarsa qeyd etməyi unutmayın. Başqa bir testlərin izahını da istəsəz, başqa bir mövzuların da izahını istəsəz, rəy bölməsində qeyd edərsiniz. Sağ olun, görüşərik.